Əslində heyətini gücləndirməyə hazırlaşan Manchester City Lionel Messini kluba gətirmək niyyətindədir. Bildirilir ki, Argentinalı ulduzun dəvətində baş məşqçi Josep Guardiola şəxsən israr edir. İspaniyalı çalışdırıcı Leonun mövsümün sonuna dək City'də çıxış etməsini istəyir. Messinin şəhərlilərə qısa müddətli qoşulmasına MLS liqasındakı fasilə kömək edə bilər. Bu çempionatda yeni mövsümün ilk maçları gələn il fevral ayının sonlarında keçiriləcək. Məlumata əsasən, Leo Manchesterə yollanmağa qərar versə, Inter Miami'nin prezidenti David Beckham buna mane olmayacaq. Qeyd edək ki, daha əvvəl Messinin Barcelona'ya qayıdacağına dair xəbərlər paylaşılırdı. Onun bu addımı 2026-cı il dünya çempionatına daha yaxşı hazırlaşmaq məqsədi ilə atacağı bildirilirdi. Xatırladaq ki, ötən ilin yayında Amerika Birləşmiş Ştatları komandasına keçən Messinin müqaviləsi gələn ilin dekabrında başa çatacaq. Interdə 39 maçda 34 qol və 18 asistlə yadda qalan Qızıl Topun 8 qat qalibi, Liga Kuboku və Supporters Shield mükafatının sahibi olub.